Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə şəhidlərimizin ailələri ziyarət edilib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş sərhədçilərin ailələri ziyarət edilib. Görüşlər zamanı şəhid ailələrinin sosial təminat məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanmış, onların rifah halının yaxşılaşdırılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görüldüyü qeyd edilmişdi. Şəhid ailələri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib. Dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin daim uca tutulmasından qürur duyduqlarını bildiriblər.